Salam. Bugün sizlər üçün 2026 TRS qəbul imtahanı düşmüş həndəsə sualların izahını verəcəm. Birinci sualımız bu şəkildədir. Bunu həll etmək üçün adam bir dənə hündürlük çəkək. Diqqət edəcəyiniz üzrə bu bərabərinin üç bucağıdır. AB-nin acı 12-dir, yəni bura qalacaq 8. Bərabərinin üç bucaqda təpədən çəkilmiş hündürlük həm tənböləndir, həm də mediandır. Bura qalacaq 3, 3. Bura alfa, bura yazsam bu da alfa olar. Bu da beta yazsam, alfa ilə betanın cəmi 90. Beta 90, onda bura qalır alfa. Fikir versəz, bura bir k yazsam, bu YBD üçbucağı ilə bu ABK üçbucağı bir-birinə bənzərdir, oxşardır. Bu oxşarlığı yazsam, alfanın qabağında 3 durub, burada alfanın qabağında 4 durub, 3-ün 4 oranı bərabərdir. 90'ın qabağında burada opşi durub 12. 90'ın qabağında durub burada nə? Opşi B'dir. Bizdən nəyə soruşur? B'dən soruşur. Buradan 3B'də bərabərdir 48'ə. B'də nə eləyir? 16. Cavab oldu nə? 16. Sonra nisbətən asan sualdır bu da. Ümumi fikir versəz, bu üçbucaq bərabər tərəf üçbucaqdır. Ondan bura qalır 24, 60 dərəcədir. Bu üçbucaq bərabər yanıdır. 24 isə bu da 24'dür. 24 ilə 24'ün cəmi xaric bucaq olacaq 48. Bu üçbucağa fikir versəz, bu üçbucaqda təpədən çəkilmiş median baxın, böldüyü hissələr bərabərdir. Deməli, hansı üçbucaqdır bu? Düz bucaqlı üçbucaqdır. 48 isə 48 90 bura qalır 42. İkisi bərabərsə bir-birinə, 42 isə bu da qalacaq nə qədər? 42. Cavab oldu nə? 42. Bu da asan bir sualdır. Baxın, düz bucaqlı üçbucaqdır. Median çəkib. Bu BY mediandır. Onda B dolara bərabərdir. Opşu burada bərabərin üçbucaqdır. Bir bucağı 60 isə bunlar da 60'dır hamısı. 60'ın qabağı 8 isə deməli hamısı 8'dir. Bunlar da 8'dir. 60 ise bu da 60'dır. Bura qalır 30. 8 ise bu da 8'dir. Özü bərabər verib. 90'ın qabağı 8 ise 30'un qabağı olacaq nə qədər? 4. İndi AB ilə AC bərabərdir bir-birinə deyir. Bura opşi 12 ise bu da opşi olacaq nə qədər? 12. Düzbucaqlı üçbucağın sahəsi hesablanır katetlər arasının yarısı ilə. Yəni 12 vur 12 bölü 2. Bu da nə qədər? 72. Növbəti sual bu da asan bir sualdır. Bilir ki, kvadratın diagonalı bucağı 45-45 deyə bölür. Bura qalacaq 45, bu da olacaq 45. 45-90, 45. Bu da qaldı 45. 45'in qabağı 5 ise bu 45'in qabağı da 5'dir. 90'ın qabağı 5 kökdə 2'dir. Tərəfim opşi 7 kökdə 2 ise bu da 7 kökdə 2 olmalıdır. Bura qalacaq 3 kökdə 2. 3 kökdə 2 ise 90'ın qabağı 45'dən qabağı olacaq 3, 3. Tərəf 7 kökdə 2 ise diagonal opşi olacaq nə qədər? 7 kökdə 2'nin kökdə 2 katı, yəni 14. 14'dən 5 və 3'ün cəmini çıxsam, x qalacaq nə qədər? 6. Bu nisbətən maraqlı bir sualdır. Eş dikdörtgen deyir. Dikdörtgenin tərəfi 4-dürsə, onda bunda nə qədər olmalıdır? 4 olmalıdır tərəflər. Fikir versəz, bu sarı alanı tapmaq üçün opşi bu dikdörtgen alanından, qırmızı rənglədiyim dikdörtgen alanından bu üç bucağın sayəsini nə etmək lazımdır? Çıxmaq lazımdır. Fikir versəz, bu üç bucaqlar hamısı 45-45-90 bucaqlarıdır. Tərəflər yazaq. 90 qabağı 4 isə 45'lərin qabağı 2 kökdə 2. 2 kökdə 2'dir. Ümumi 6'dır. Bura qalacaq 6 minus 2 kökdə 2. Bura qalacaq 6 minus 2 kökdə 2. Bura opşi 4'dür. 4'dən 2 kökdə 2'ni çıxsam, bura olacaq 4 minus 2 kökdə 2. Bu da 4 minus 2 kökdə 2. Sahəni hesablayaq. Opşi böyük dikdörtgenin tərəfləri biri 4'dür, biri 6'dır. Sahəsi olacaq 4 vur 6, 24. 24'dən çıxıram. Bu üç bucağın sahəsi. 2 kökdə 2 vur 2 kökdə 2 bölü 2. 2 kökdə 2'nin kvadratı 8. 8 2 bölündə 4. Çıxıram bunun sayısı. Bunun sayısı eləyəcək 6 minus 2 kökdə 2'nin kvadratı bölünsün 2. Çıxıram bunun sayısı. Yəni nə? 4 minus 2 kökdə 2'nin kvadratı bölü 2. Açaq hesablayaq. 24'dən 4 çıxsam qalacaq 20. Buna hesablayaq. 6'nın kvadratı 36. Minus ikisinin bir-birinə vurmasının 2 misli. Yəni 24 kökdə 2. Minus 8. Plus 8 daha doğrusu. Bölünsün 2. Çıxılsın 16 minus 8. 16 kökdə 2. Plus 8. Bölünsün 2. Bu da eləyəcək. 2'ləri ixtisar aparıram kəsirlərdən. 36, 8, 44. 44'ü 2'ye böləndə 22. 20 minus 22. Qabağında mənfi var. Bu olacaq plus 12 kökdə 2. 24 kökdə 2'ni böldüyüm 2'yə. Bir də bu bir tərəfdə 24. 24'ü 2'yə böləndə 12. Minus 12. Qabağda bir dənə mənfi var. 2 dənə mənfi edəcək olacaq müsbət. 16 kökdə 2'ni 2'yə böləndə olacaq plus 8 kökdə 2. Bu ikisini cəmi eləyəcək 20 kökdə 2. 20'dən
Mənfi 22 çıxsa eləcək mənfi 2, mənfi 2 də mənfi 12 eləcək neçə? Mənfi 14. 20 kökdə 2 minus 14. Bu da nisbətən asan bir sualdır. Bir dənə düzgün beşgen verib, bir dənə də düzgün altıgen verib. Düzgün beşgen və düzgün altıgenin bir kənar bir çakışıq olduğuna görə, üstə düşdüyünə görə bütün tərəflər bir-birinə nədir? Bərabərdir. Fikir verin. Düzgün altı bucaqlının bir bucağı 120 dərəcədir. Burada yaranır bir dənə bərabər yanını təpə bucağı olan 120 dərəcə olan bir üst bucaq. Onda tutacağı bitişik bucaqlar qalacaq 30-30. Beşgenin bir iç açısı 108 dərəcədir. Ümumi 120 dərəcədir. Opşi. 120-dən 108 çıxsan, bura qalacaq 12 dərəcə. Bu üç bucaq, təpə bucağı 12-də olan bərabərinin üst bucaqdır. Onda otacağı bitişik bucaqlar qalacaq 84-84. 180 çıxan 2 bölü 2-dən. Yəni 30 plus x olmalı 84. X-ə qalacaq nə qədər? 54. Növbəti sual. Bu da çətin görünən asan sualdır. Fikir verin. 58 bura, 79 bura, 2 bir dışdan bura qalacaq nə qədər? 21. AB nacə bərabər deyir. Bu ikisi bərabərsə bir-birinə 180 çıx 58 bölü 2-dən bunlara qalacaq nə qədər? Qalacaq 180-dən 58 çıxıb 2-yə bölsəm 61. Bu ikisini birləşdirsəm diametri görən bucaq 90 dərəcədir. Yəni bu bucaq 90 dərəcədir. Çünki bu nədir? Diametrdir. 61-i 90-dan çıxsam bura qalacaq nə qədər? 29 dərəcə. İndi bu qövsə fikir verin. Hansı bucaq baxır? Bu bucaq baxır. Daxili bucaq 50-dirsə, qövsüm olacaq 100. 100-ü görən daxili bucaq, yəni x bucağı nə qədər olacaq? 50. Cavab oldu nə? 50 dərəcə. Sonra bu da maraqlı suallardan biridir. Amma bu da asan sual sayıla bilər. Fikir verin. Bura dik 2K-dırsa, bura 3K-dır. Mən bu hündürlüyü çəkirəm aşağı. Bu 90 dərəcədir. Bura opşi tərəf 4 olduğuna görə bu da 4-dür. İndi fikir verin, baxın. Qövslər də bərabərdir. Niyə? Çünki bu iki tərəf nədir? Bir-birinə paraleldir. Paralel düz xəttlərin ayırdığı qövslər bir-birinə bərabərdir. Qövslər bərabərdirsə, həmçinin məsələn bunları birləşdirsəm, belə deyə bilərsiniz. Bu ikisini birləşdirsəm, qövslər bərabər olduğundan bu tərəflər bərabərdir. Bu ikisi də bir-birinə bərabərdir. BC ilə də bu AD kənarları ortaq olduğuna görə eynidir. Bu iki üst bucaq nədir? Bir-birinə bərabərdir. Bərabər üçgənlərin hündürlükləri nə olmalıdır? Bərabər olmalıdır. Yəni, avtomatik bunlara yaza bilərsiniz ki, simmetrikdə nə yaza bilərsiniz əslində? Buraya yaza bilərsiniz, 2 yaza bilərsiniz promoy. Əsaslandırmanı necə desəz, bu cür eləyə bilərsiniz. Sonra baxın, 2 dənə kəsişən vətər çəkilib görürsünüz burada. 2 dənə vətər kəsişib. Bu kəsişən vətərlərin xassəsini əsasən K vurulsun 3K bərabərdir 2 vurulsun 6-ya. 3K kvadrat bərabərdir 12-yə, K da olduğuna qədər 2. Kant tapılıb K2 imiş. Artıq bunları silirəm, ehtiyac yoxdur. K oldu 2. Bura 2-dir, bura 6-dır. Tərəfində 4-dür. Bunu birləşdirsəm, düzbucaqlı bucaq yarandı bu dənə burada. 2, 6 ise 8, 8, 4, bura oldu 4 kök 5. Düzbucaqlı bucağın xarici çəkilmiş çevrənin radiusu nəyə bərabərdir? Hipotenuzun yarısına. X bərabərdir nəyə? Kök 5-ə. Möhtəşəm üstə yaza bilərsiniz. Yəni buraya yaza bilərsiniz. X yaza bilərsiniz. 2x 4 kök 5-ə bərabərdir. X də 2 kök 5-ə bərabərdir. 9-cu sualda nisbətən asan bir sualdır. Baxın. Bu düz xəttin tənliyini yazaq. Məsələn, bunu işarələ D1 ilə, bu işarələ D2 ilə. İkisinin tənliyini yazacağım. D1-in tənliyini yazaq. D1 y bərabərdir. Kx topla 5 şəklində olmalıdır. Bu y oxun kəsdiyi yeri bizim B-mizdir. B neçədir? Yəni 2-dir. Bir də hansı nöqtədən keçib? 4 1 nöqtəsindən keçib. 4 qoyaq, 1-ə bərabər eləyək. 1 bərabərdir 4K plus 2. K da oldu nə qədər? Mənfi 1 bölü 4. Mənfi 1 artıq oldu. Deməli, x nəyə bərabərdir? Mənfi 1 bölü 4. X topla 2. Bu B nöqtəsi nədir? B nöqtəsi, əslində bu B ilə bizim dediyimiz B eyni deyil. Bu B nöqtəsi, bu düz xəttin y bərabərdir kx plus B-nin x oxun kəsdiyi yerdir. X oxun kəsəndə hansı 0 olur? Y 0 olur. Deməli, y 0 qoyuram. Bu B-ni tapıram. Y-ni 0 qoyaq. 0 bərabərdir mənfi 1 bölü 4 x topla 2. Burada x nə qədər olacaq? X olacaq 8 olacaq. Yəni bu x nədir? Bu B yazdığı yerdir. B oldu nə qədər? 8. Sonra bu bir D2-ni də yazaq. D2 də y bərabərdir kx topla 5 şəklində olmalıdır. Bu hardan keçib? 0-3-dən keçib. 3-0-dan keçib. 3 qoyaq 0-a bərabər eləyək. 0 bərabərdir 3k topla B. Bir də hardan keçib? 4 1-dən keçib. 4 qoyaq 1-ə bərabər eləyək. 1 bərabərdir 4k topla B. Aşağıdan yuxarı çıxsam, K bərabərdir nə olacaq? K olacaq 1. 1 qoyub B-ni tapaq. 0 bərabərdir 3 plus B. B-də nə qədər oldu? Mənfi 3. Deməli, bu nəyə bərabərmiş? X minus 3-ə bərabərmiş.
İlk oxun kəsdiyi yer nədir? Bu əmsal sabit əddir burada. Sərbəst əddir. -3 isə bu A-mız oldu nə qədər? -3. Bizdən A-la B-nin cəmini soruşur. 8 ilə -3-ün cəmi eləcə nə qədər? 5. Sonuncu sual belə bir sualdır. Bu da çətin görünən asan sualdır. Heç isə baxaq. Məsələn, baxın. Bu düz xəttə baxın. Y bərabər x-dir. Hardan keçib? 8 -16-dan keçib. X-ə 8 qoyaq, -16-ya bərabərləyək. 8 C bərabərdir -16-ya. C nə qədər oldu? Oldu -2. C-ni tapdıq. Daha sonra fikir verin. Məsələn, A-nı da tapa bilərik. A-nın B-si nədir? -24-dür. Yəni bu ilk oxun kəsdiyi yer -24-dür. -24-dür bura. Bir də bu ilk bərabər AX minus 24 hardan keçib? 8 -16-dan keçib. 8 qoyaq, -16-ya bərabərləyək. -16 bərabərdir 8A çıx 24. Buradan 8A bərabərdir 24-ə tərəf atsam 8-ə. A oldu nə qədər? 1. Qaldı bir dənə nəyi tapmaq? B-ni tapmaq. B-ni tapmaq üçün bu nöqtənin Y-sini tapmaq lazımdır. Bu qarışmasın, bu -24 deyil. Bu hardan tapacağım onu? Fikir verin. Bu nöqtələrdə A nöqtəsi yazsam, A nöqtəsi də CX-in üzərində yerləşir. X-ə 10 qoyaq. C də -2 idi. Y bərabərdir olacaq -2x. X-ə 10 qoysam, Y olacaq nə? -20. Bunun elə bir ki, ilk nəymiş? Bu nöqtənin, baxın, belə sərgələyəcək. Bura -20 imiş. İndi B-ni tapmaq üçün B nöqtəsi hardan keçib? 10 -20 nöqtəsindən keçib. 10 qoyaq, -20-yə bərabərləşdirək. -20 bərabərdir 10B çıx 24. Buradan 10B bərabərdir 4-ə. B də oldu nə qədər? 2/5. Bizdən A plus B plus C-ni istəyir. C -2-dir, A da 1-dir. Cəmi eləcək A plus B plus C. Oldu 1 minus 2. A ilə B-nin cəmi yazıram. Bir də B də nədir? 2/5-dir. 2/5'dir. Aha. Bu da oldu -1 üstüne gelsin 5/2. Bu da olacaq -5 bölünsün 5 üstüne gelsin 2. O da oldu nə qədər? -3/5. Cavab oldu nə? -3/5.